Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti, bəstəkar, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Akşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Akşin Əlizadə Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğlu, bəstəkar Əli Əlizadənin atasıdır. Konservatoriyada bəstəkarlıq dərslərini Cövdət Hacıyevdən almışdır. Tələbə vaxtı yazdığı sənətə gənc bəstəkarların 1-ci Ümumİttifaq müsabiqəsində 1-ci dərəcəli diploma layiq görülmüşdür. Daha sonra yazdığı 1-ci simfoniya Zaqafqaziya Baharı festivalında 1-ci yerə layiq görülüb. Akşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri Babək baleti, Qafqaza səyahət baleti, Ümid Valsi baleti, 5 simfoniya, xor üçün yazılmış bayatılar, Təntənə, Azərilər kantatası, Ana torpaq, Qədim laylay, kamera orkestri üçün pastoral, Aşıq sayağı, Cəngi, Kənd suitası, Uşaq suitası, fortepiano üçün sonata, dastan, qədim oyunlar, portret, xoreoqrafik simfoniya və s. aiddir.